İndi keçək Farsa. Fars. Fars. Mən sənin dilində danışıram. Özgə dildə danışmıram. Ərəb Fars sözlüğəsində alınır far, fər. Onlarda a yoxdur, far olub fər. Fər budaq deməkdir. Damar deməkdir. Kök demək deyil. Bu oldu far. Yazır lüğətdəki farsi. Farsi, fars qabağına yazır farsi. Si 30'da axı. Bəli. Bağlandı 30 min qoşuna. Onda bir nəticə belə alınır. Fars siğə. Siğədən doğulanlar düppədüz. Ona görə də siğə səndə meydan oxuyur. Səndədir. Siğə. Cənub Azərbaycanda niyə yoxdur? Şimal Azərbaycanda niyə yoxdur? Siğə. Çünki bizə gəlmədi. İskəndər o məbədləri yandırdı. Tüssüz göyə qalxırdı. O deyir, qaçdı getdi Zərdüştlərdə də. Elə onlar idi hamısı. Var dövlətin əlinə keçənləri götürüb qaçdılar. Getdilər Hindistana. Bəli. Burada var siğə, siğədən doğulanlardır. Çünki yenə deyirəm, prezidentlər burada dedi, biz eyni kökdənik. Eyni kök bura bağlanır. Bunlar haylarla farslar. Ona görə də onlar qardaşdılar. Onlardan başqa şey gözləmək lazım. İran tarixi baxımdan haqq olaraq öz qardaşlarını müdafiə edir. Onlar bizi heç vaxt müdafiə eləməyəcək. Arada üstü örtmək üçün, örtbasdır etmək üçün müəyyən köməkliklər eləyəcək. Amma əslində kök onların kökü birdir. Özləri dedi ki, biz eyni kökə malik. Bunu prezident deyib, özlərinin prezidenti. Asınlar televizyon baxsınlar, görüşər, orada həmin sözü deyir. Şakir müəllim, belə çıxır ki, 15 milyon fars yaşayır da indi İranda. Necə? 15 milyon fars yaşayır da indi İranda. Bəli, çox maraqlıdır ki, misal üçün, İrəvan erməniləri, Qarabağ erməniləri qəbul. Bunlar özləri 7 təbəqəyə bölünür. Nəsil təbəqələrdə. Bir-birini bəyənməzlər. Farslarda da elədir. Onlarda da 7 dənə olmalıdır. 7 nəsildir, yəni bu sən başqa nəsilsən, bu başqa nəsil bir-biri bəyənməzlər.